Salam əziz 5-cilər. Bugün sizə Azərbaycan tarixindən 38-ci mövzunu izah etməyə çalışacağam. Milli operamızın banisindən danışacağıq. Çalışacağım ki, video çox uzun olmasın, əsas hissələri sizə ötürə bilim. 19-cu yüzilin ikinci yarısından Azərbaycanda yetişən vətənpərvər ziyalılarımızın fəaliyyəti sayəsində yeni tipli məktəblər açıldı. Milli teatrın, kütləvi kitabxanaların əsası qoyuldu. 19-cu yüzilin ikinci yarısı nə deyəndə nə nəzərdə tutulur? 1801-dən 50-yə qədər birinci yarı, 50 ortası, 51-dən 1900-ə qədər isə ikinci yarı. Məsələn, teatrın əsasının qoyulması 1873, ikinci yarı, mətbuatın yaranması 1875, ikinci yarı. Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz rol oynayan ziyalılarımızdan biri də Üzeyir Hacıbəylidir. Bütün şərqdə opera və operetta sənətinin əsasını qoyan bu dahi şəxs Azərbaycanın musiqi tarixində bir çox yeniliklər etmişdi. O, Azərbaycan professional musiqi sənətinin banisi, bəstəkar, musiqişünas, alim, dirijor kimi xalqın tarixində dərin iz qoymuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin hazırda isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti milli himninin hazırlanması məqsədi ilə müsabiqə elan edir. Xatırlayaq, Azərbaycan Xalq Cümhuriyyəti nə vaxt yaranıb? 1918, 28 may. Ən yaxşı dövlət himninə görə 50.000 mükafat təyin olunur. İştirakçılar layihələrini may ayının 1-nə qədər təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-nə dək elan olunmalı idi. Çünki Cümhuriyyətin ikinci il dönümünə qədər hazırlıq işləri aparılacaqdı. Çox təəssüf ki, 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olundu, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu layihə də yarımçıq qaldı. 1992-ci ilin mayın 27-sində Azərbaycan Respublikasının dövlət himni haqqında qanun qəbul olundu. Bilirsiniz ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini ikinci dəfə əldə etdi və 92-ci ildə isə dövlət himni haqqında qanun qəbul olundu. Qanuna əsasən 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən hazırlanmış Azərbaycan marşı Azərbaycan Respublikasının dövlət himni kimi təsdiq olundu. Üzeyir Hacıbəyli 18 sentyabr, qeyd eləyək, 18 sentyabr 1885-ci ildə Ağcabəddə anadan olsa da, uşaqlığı Şuşada keçmişdi. İlk təhsilini də burada almışdı. Qori müəllimlər seminariyasında təhsil alarkən Avropa bəstəkarlarının musiqi əsərləri ilə tanış olmuş, skripkada ifa etməyi, xalq mahnılarını nota köçürtməyi öyrənmişdi. Seminariyanı bitirdikdən sonra gənc Üzeyir Azərbaycana müəllim kimi qayıtmışdı. Baxın, Həsən bəy Zərdabi də müəllim kimi fəaliyyət göstərmişdi. Müəllim fəaliyyəti ilə yanaşı qəzetlər üçün məqalələr də yazırdı. Lakin onun musiqiyə sonsuz marağı və istəyi vardı. Bu istək onu təhsilini artırmağa həvəsləndirmişdi. Mükəmməl musiqi təhsili alan Üzeyir Azərbaycan musiqisinin inkişafı üçün çalışdı. 1908-ci ildə Üzeyir Hacıbəylinin ilk operası olan Leyli və Məcnun ilk tamaşası oldu. Bu opera nəinki Azərbaycanda, ümumiyyətlə bütün yaxın şərqdə ilk idi. Leyli və Məcnun operası bir çox ölkələrdə uğurla tamaşaya qoyuldu. Şərqin ilk operası neçə-neçə aktyor və ifaçı nəsli yetişdirdi. Tezliklə Bakıda opera teatrının binası tikilib istifadəyə verildi. O vaxtdan etibarən opera sənətində baş verən mühüm hadisələr bu teatrla bağlı olmuşdu. Baxın, burada Leyli və Məcnun operası ilə bağlı bir afişa da var. Leyli və Məcnun operasının müvəffəqiyyəti Üzeyir Hacıbəylini opera və musiqili komediya janrlarında yeni əsərlər yaratmağa sövq etdi. Tezliklə bəstəkar tərəfindən yeni operalar yazıldı və tamaşaya qoyuldu. Onun ən məşhur musiqili komediyalarından, baxın, musiqili komediyalarından biri Aşıq Malalandır. Aşıq Malalan əsəri 75 dilə tərcümə olunmuş və dünyanın bir çox ölkələrində tamaşaya qoyulmuşdu.
Üzeyir yaradıcılığının zirvəsi Koroğlu operası sayılır. 1937. Müəllif bu əsərində klassik opera qaydaları əsasında ariyalar və kütləvi xor səhnələri yarada bilir. Bəs siz Koroğlu operasını dinləmisiniz? Bunlarla yanaşı o, 300-dən çox xalq musiqisini toplayıb nota salır. Mahnı və romanslar, kamera və xor üçün əsərlər yazır. Əhməd Cavadın sözlərinə bəstələdiyi Çırpınırdın Qaradəniz mahnısı təkcə Azərbaycanda yox, Türkiyədə də məşhurlaşır. Koroğlu operası tamaşaya qoyularkən hətta onu izləyənlərdən biri də Stalin olub. Belə deyirlər ki, Stalin hətta repressiyaya məruz qalacaqdı Üzeyir Hacıbəyli, amma Stalin bu əsəri dinləyəndən sonra qərarı alır ki, belə bir əsər yaradan şəxsi öldürmək olmaz. Uzun müddət Bəstəkarlar İttifaqına rəhbərlik edən Üzeyir bəy Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrini, Azərbaycan Dövlət Xorunu yaratmış, ilk bəstəkarlar və ifaçılar nəslini yetişdirmişdir. 1948-ci ildə dahi bəstəkarımız dünyasını dəyişmişdi. Buna baxmayaraq, Üzeyir bəy musiqi tarixində və yaddaşlarda milli musiqimizin şəriksiz lideri olaraq qalmışdı. Dahi bəstəkarımızın xatirəsi əziz tutulur. Onun haqqında filmlər çəkilir. Onun doğum günü 18 sentyabr Azərbaycanın milli musiqi günü kimi qeyd olunur. Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Simfonik Orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda və Şuşada ev muzeyləri fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında bəstəkarın heykəli var. 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəylinin xatirəsinə beynəlxalq musiqi festivalı keçirilir. Görürsüz Azərbaycan xalqı Üzeyir Hacıbəyliyə necə dəyər verir? Gəlin opera, operetta və musiqili komediya əsərlərini, janrlarını müqayisə eləyək. Operada bütün məzmun musiqi vasitəsilə ifadə olunur. Qəhrəmanlar hadisələri ariya, duet, ansambl, xorla ifadə eləyir. Burada danışıq demək olar ki, istifadə olunmur. Operetta isə, baxın, operaya nisbətən daha yüngül, şən, yumoristik musiqili səhnə əsəridir. Burada mahnılar və orkestr musiqi ilə yanaşı adi danışıq hissələri də yer alır və sujet adətən xoş sonluqla bitir. Musiqili komediyada isə daha çox komik hadisələr təsvir olunur və bu komik hadisələr rəqslərlə, dialoqlarla təqdim olunur. Burada danışıq əsas yer tutur. Musiqi isə hadisələri daha da təsirli etmək üçün bir vasitə kimi istifadə olunur. Baxın, operada daha çox musiqi ön plandadır, danışıq demək olar ki, yoxdur. Operettada daha şən, yumoristik əsərdir, xoş sonluqla bitir. Burada, belə deyək də, daha çox musiqi öndədir, amma musiqili komediyada isə hadisələr öndədir, hadisələri musiqi ilə təsvir eləyirlər. Bunu müəllimə ola bilsin ki, sizə təqdimat kimi təqdim eləsin məktəbdə. İndi bir sual verim sizə. Nə üçün Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda musiqi günü kimi qeyd olunur? Bunu rəylərdə yaza bilərsiniz ki, hansı janrların əsasını qoyub, Azərbaycan musiqi tarixində hansı rolu oynayıb. Üzeyir Hacıbəyli ilə bağlı yadımızda nələr qaldı? 18 sentyabr doğum günüdür, Ağcabənddə dünyaya gəlib, başqa opera əsərinin müəllifidir, Azərbaycanın, belə deyək, bütün, baxın, bu bir tapşırıqda da var, Azərbaycan milli musiqisinin irsinin qorunması üçün hətta xalq mahnılarını toplayıb, nota köçürtmüşdü və s. Bunu özünüz genişləndirə bilərsiniz, rəylərdə də yaza bilərsiniz. Gəlin bu tapşırığı da eləyək. O, Leyli Məcnun operasını yazdı, Şərqdə opera sənətinin əsasını qoydu. Aşın Mala musiqili komediyası bir çox dillərdə tərcümə olundu, dünya ekranlarına çıxdı. Azərbaycan Respublikasının dövlət himninin musiqisini bəstələdi. Bəli, hətta indi də dövlət rəmzi kimi istifadə olunur. Burada da boşluqları dolduraq.
1885-ci ildə Ağcabədidə dünyaya gəlmişdi. 1908-ci ildə Leyli və Məcnun əsəri ilə Şərqdə operanın əsasını qoydu. Aşıq Malalan musiqili komediyası dünyanın bir çox ölkələrində tamaşaya qoyuldu. Yaradıcılığının zirvəsi Koroğlu operasıdır. 1937-ci ildə tamaşaya qoyulub və s. Sualınız olarsa, baxın bunlardan da yerləşdirə bilərsiniz bura. Açar sözləri də qeyd eləmişəm. Sualınız, təkliflərinizlə bağlı rəylərdə yazsaz, şad olaram. Növbəti dərs izahlarında görüşənədək.